Deməli, genetika mövzusunda ikinci suala baxırıq time-da. İkinci sualda verilən bu çaprazlaşmada əmələ gələn A geni daşıyan fərdlər yaşama qabiliyyəti malik deyil deyir və fenotipik qrup alınar deyir. Neçə ədəd? Və crossover yoxdur. Demək, crossover yoxdursa, burada qeyd etdiyim cədvəl kimi bir cədvəl qururuq və birincidən fərddən qametlər alırıq, ikinci fərddən qametlər alırıq, sonra onları çaprazlaşdırırıq. Və bu çaprazlaşma nəticəsində böyüyə-böyüyə, böyük bir kiçik bir, böyükcə kiçikcə və 2 ədəd eyni fərd alınır. Yəni böyüyə kiçiyə, böyük bir kiçik bir və kiçikcə eyni fərddən burada da alınır. Və bizə burada deyilir ki, kiçik A geni daşıyan fərdlər yaşama qabiliyyətinə malik deyillər. Yəni bunlar yaşamırlar. Demək ki, bunlar məhv olurlar və biz buradan üzərindən çarpaz xətt çəkirik. Bu məhv olur. Fenotip, neçə fenotip dedikdə bu işarələdiklərim eyni fenotiplərdir. Bir fenotip budur. İkinci fenotip də budur. Yəni bizim 2 dənə fenotipimiz yaranmış olur burada. Bu qədər.